Qanun Naminə filminin mehmanı olan Bimbolat Vatayev haqqında məlumat. Bimbolat Vatayev 1939-cu ildə Şimali Osetiyada anadan olmuşdur. Bimbolat uşaq yaşlarından idmana gedir və çoxlu məşqlər edir. Artıq 17 yaşı olanda güclü idmançı olmuşdu və sonradan hərbi xidmətə yollanır. Burada bir əskər ilə mübahisəsi düşür və Bimbolat ona sarsıdıcı zərbələr vuraraq onu xəstəxanalıq edir və Bimbolatı həbs edirlər. Həbs müddəti bitəndən sonra yenə də xidmətinə davam edir. Nəhayət, hərbi xidməti qurtarandan sonra Bimbolat vətənə qayıdır. Bir neçə illərdən sonra Bimbolat işlə əlaqədar Azərbaycana gəlməli olur və burada onu rejissor Muxtar Dadaşov görür, bəyənir və onu filmə çəkmək istəyir. Bimbolat razılaşır və Qanun Naminə filmində mehman roluna çəkilir. Bu filmdən sonra çox tanınır. Həm öz vətənində, həmçinin Moskvada. Bu filmdən sonra Bimbolat Yaqut xanımla tanış olur və onlar ailə həyatı qururlar. Yaqut xanım əslən Bakılı idi. Bimbolat həyat yoldaşını götürüb öz vətəninə qayıdır və öz ailəsi ilə mehriban, firavan yaşayır. 1997-ci ildə Yaqut xanım beyninə qan sızmadan vəfat edir və bundan sonra Bimbolatın vəziyyəti dəyişir. Artıq həyatdan küsən, özünə baxımlı Bimbolat Vatayev çox dəyişmişdi və gündən-günə halı pisləşir. 2000-ci ildə ürəyindən infarkt keçirərək vəfat etmişdir.